Hamının kimisə var, günahkarların hissəsi yoxdur. Musa Peyğəmbər dedi, ey alimlərin Rəbbi, dedi, ləbbeyk eşidirəm. Dedi, ey abidlərin Rəbbi, dedi, ləbbeyk eşidirəm. Musa dedi, necə çağırım ki, yaxşı cavab versin. Dedi, ey günahkarların Rəbbi. 3 dəfə dedi, ləbbeyk, ləbbeyk, ləbbeyk. Musa dedi ki, mən dedim, alimlərin Rəbbi bir dəfə cavab verdin. Abidlərin Rəbbi bir dəfə, günahkarlara 3 dəfə. Çünki alimin elmi var, abidin ibadəti. Həs mənim günahkar bəndələrimin məndən başqa kimi var. Mən cavab verməsəm hara getsin. Ona görə hamımız ən günahkar kimi gedək.